Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin qarşısındayıq. Kanal 11-in rəhbəri Teymur Kərimovun məhkəmə prosesi keçirildi. 8 il həbs müddətindən 1 il azaldıldı. Hal-hazırda vəkili Nemət bəy Kərimli buradadır. Açıqlama verəcək məhkəmə haqqında. Hazır olsun, xanım. Hüquqlarını müdafiə etdim. Bugün hüquqlarını müdafiə etdim. Kərimov Teymurla bağlı verilmiş apellyasiya şikayətinə baxıldı. Teymur ya da qorxu ilə pul tələb etmə və məlumatların süreci məlumatların yayılması mühadisəsi ilə ittiham olunur. İlk növbədə ondan biz vəsatət verilmişdik. İstər məhkəmə hökmü, istərsə də protokollar dəhşət dərəcədə saxtalaşdırılıb və o vəsatət verildi. Biz baxış keçirdik, lakin birinci instans məhkəməsi qeyd etdi ki, saxtalaşdırma heç nə olmayıb və bununla bağlı biz vəsatət verdik ki, həmin agah məhkəmə zalında qulaq asın birinci instansa. Təbii ki, tələb edilmədi. Teymurun əvvəl ilk gündən deyib ki, onun məhz fəaliyyəti ilə bağlı həbs olunur. Belə onunla açıq görünən odur ki, iki dənə bir-birini tanınmayan zərər çəkən şəxslər eyni vaxtda eyni idarəyə gəlib şahid ediblər ki, Teymur onlardan pul istəyir. Hansı ki, bu absurddur da, mümkün deyil ki, çox çətin məsələdir ki, belə bu boyda təsadüfün olması. Digər tərəfdən, istər Ali Məhkəmənin plenum qərarında, istər Konstitusiya Məhkəməsinin plenum qərarında, istər Cəza Məcəlləsində açıq-aydın yazılır ki, məlumatları yayılmaz. Və orada hökmümüz məlumatları pozmağa görə pul istəyir. Hətta pul istəyirsə belə, pozmağa görə cinayət məsuliyyəti yoxdur. Və sadəcə insana, sadəcə jurnalist fəaliyyətinə əlaqədar olaraq həbs edirlər. 8 azaddan məhrum edilmişdi, 1 il azaddılar. Belə deyək, buna da şükür. Nə ilə bilərik? Sağ olun, diqqət çəkirəm. Məhkəməyə müraciət olunacaq. Biz vəkillərlə müraciət etməmişəm. Mən bilən Teymur da müraciət etməyib və Azərbaycan praktikasında siyasilərin böyük əksəriyyəti müraciət edilmir, lakin onlar əfv olunurlar. Həyat yoldaşlarının durumu ilə bağlı. Həyat yolunda məlum oldu ki, təqdim etdi, lakin məhkəmə təbii məncə nəzərə almadı. Gələcəkdə onunla bağlı ayrıca bizim müraciətimiz olacaq. Təbii ki, ictimaiyyət nümayəndələri kimi, hüquq müdafiəçisi kimi Teymur Kərimovun ictimai dəstəyini təşkil etmək məqsədi ilə, ona mənəvi dəstək olmaq məqsədi ilə buradayıq, Apellyasiya Məhkəməsindəyik. Mən dəfələrlə Teymur Kərimova aid dəfələrlə mən onun işi ilə bağlı çıxışlar eləmişəm, mövqeyimi bildirmişəm. Teymur Kərimov təbii ki, siyasi mülahizələr, siyasi göstərişlər, sifarişlər əsasında həbs olunmuş bir şəxsdir. Birbaşa jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunmuş bir şəxsdir. Və ona görə jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunub ki, Azərbaycanda indi jurnalistika fəaliyyəti ilə məşğul olan bütün insanlar hamısı bu Azərbaycan hakimiyyətinin, Əliyevlər rejiminin gözünə düşmən sifətində görükür, düşmən qismində görünürlər. İnsanların ölkədə baş verən naqisliklər, çatışmazlıqlar, özbaşınalıqlar, rüşvət, korrupsiya, monopoliya və digər özbaşınalıqlar, məmurların özbaşılığı haqqında məlumat yayan, məlumatı ictimailəşdirən insanlar hamısı bu hakimiyyətin, Əliyevlər hakimiyyətinin düşmənidir. Ona görə də bunların hamısı içəridədir. Baxın, görün, içəridə indi artıq 40-a yaxın jurnalist həbsdədir Azərbaycanda. 40-a yaxın jurnalist həbsdədir və onlardan biri də Teymur Kərimovdur. Teymur Kərimovun işində də görünür ki, bütün faktlar, dəlillər göstərir ki, bu adamın o hədə-qorxu yolu ilə tələb etmə maddəsinə heç bir aidiyyəti yoxdur. Bu adam bütün bu çıxış eləyən, haradasa deyək ki, o ziyan çəkən, zərər çəkən qismində olan adam da deyir ki,
Mənim Teymur Kərimova heç bir qəpik də pul verməmişəm. Mən Teymur Kərimovu qismdə insan kimi tanımıram, görməmişəm. Məndən pul tələb eləməyib. Amma Teymur Kərimov içəridədir. Məsələ buradadır ki, bütün o başqa adamlar, Teymur Kərimov orada məhkəmədə də dedi, əvvəl də demişdi məsələn ki, nətər olur ki, bu təsdiq olunur, öz dili ilə deyir ki, nə olar ki, haradasa jurnalist olanda, falan olanda. Deyir ki, mən filan kəsdən pul almışam. Filan kəsdən pul alan adam çöldədir. Aidiyyəti olmayan adam Teymur Kərimov içəridədir. Bu nətər olur, bu nətər ədalətdir, bu nətər hüquqdur, bu nətər məhkəmədir. Sadəcə olaraq sifariş verilib Teymur Kərimovun tutulmasına. Teymur Kərimov ona görə ki, harada qaynar nöqtələr vardısa birinci, məsələn, sizlər də olmuşsunuz xətlərdə. Harada qaynar nöqtələr olursa birbaşa anında, momentində, hər bir vaxtından ötürməmiş həmin o qaynar nöqtədə olub və o məsələləri hamısını ictimailəşdirən bir adamdır. Ona görə içəridədir. Təsəvvür eləyin. Deməli, iki jurnalist olub Tərtər faciəsinin törədiləndə ki, o valideynlər hətta, valideynlər qorxanda, özünün övladının qəbri üstünə getməyə qorxanda Teymur Kərimov orada çəkiliş aparıb. Söyüddü hadisələrində onun geniş ictimailəşdirilməsi, işıqlandırılması məsələsində Teymur Kərimovun xüsusi xidmətləri var və ona görə də Teymur Kərimov bugün içəridədir. Bu cinayətləri törədənlər kimləridir? Bu cinayətləri törədənlər bu hakimiyyətin nümayəndələri idi. İlham Əliyevin əmri ilə, fərmanı ilə təyin olunan adamlar idi bu cinayəti törədənlər və ona görə Teymur Kərimov bu məsələləri işıqlandırdığına görə Teymur Kərimov bugün içəridədir. Teymur Kərimov birbaşa vicdan məsuliyyəti, siyasi motivlərin həbs olunub. Ona görə də həbsdən azad edilməlidir. Təəssüf ki, Azərbaycanda hakim deyilən bir şey qalmayıb, məhkəmə deyilən bir şey yoxdur. Adicə bir notariat orqanı kimi yuxarıdan gələn sifarişləri təsdiq eləyən, onu möhür vuran, imza eləyən bir orqan kimi fəaliyyət göstərməkdədir. Bu məhkəmənin də Teymur Kərimov haqqında hər hansı bir bəraət hökmü çıxartmağa, hər hansı bir səlahiyyəti, rəsmi olaraq səlahiyyəti var, faktiki olaraq səlahiyyəti yoxdur. O səlahiyyət yalnız Azərbaycanda, o qərar vermək səlahiyyəti, hökm vermək səlahiyyəti yalnız Azərbaycan Respublikasının prezident aparatındadır. Birbaşa qərarlar oradan verilir, Teymur Kərimovun qərarı oradan verilir. Və ona görə də bugünkü məhkəmənin nəticəsi birbaşa Azərbaycan Respublikasının hakimiyyətinin qərarıdır, məhkəmənin qərarı deyil. Teymur Kərimovun bugünkü prosesindən danışmaq lazımdırsa, valla açığı mən bilmirəm nə danışmaq. Çünki bu haqda dəfələrlə danışılır və deyilib ki, bütün bu jurnalist işləri, jurnalistlərin üstündə qurulan bu proseslər hamısı mediaya olan hücumla bağlıdır. Burada durub ayrı-ayrılıqda deyək, Abzas Media, Toplum TV haqqında danışmaq, Əziz haqqında danışmaq, Əziz Orucov haqqında danışmaq, Teymur haqqında danışmaq biraz mənə elə gəlir ki, vaxt itkisidir. Çünki ayrı-ayrı hallarda və hamısında həddən artıq absurd, həddən artıq heç bir hüquqi çərçivəyə sığmayan ittihamlar verilir. Bu ittihamlar alt-üst olunur. Teymur Kərimovun işindəki kimi. Şikayət verən adamlar şikayətini geri götürür. Deyirlər ki, belə bir şikayət yoxdur, belə bir hadisə olmayıb. Pul necə daxil olub, hardan daxil olub bilinmir. Kimlər ki, gedib kimlərsə pul alıb, neyniyib, para göndərib bilinmir. Sadəcə bilirsiniz, bu işlərdə həddən artıq çətindir burada hüquqi cəhətdən danışmaq. Bunlar hamısı media olan baskılardır və qısası siyasi iradə ilə aradan götürülməlidir. Bunlar hansısa məhkəmələrlə, hətta məhkəmələr, ədalətli məhkəmələr olsa belə, mən inanmıram ki, həmən bu baskılar dayandırırlar. Ona görə ki, siyasi iradə həddən artıq güclü gəlir, göstəriş konkret verilir və bu konkret göstərişlə də Allah yerdə qalan jurnalistləri qorusun, medianı qorusun. Beləliklə, dəyərli izləyicilər, Teymur Kərimovun, Kanal 11-in rəhbəri Teymur Kərimovun bugünkü məhkəmə prosesi sona çatdı. 8 il həbs cəzasına 1 il azaldıldı. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun.